Sənə desəm ki, hal-hazırda yaşadığımız dünya var ya, elə bil əlində qalxan alıb bizi qoruyur. Hətta bu mövzu Quranda da keçir desəm, nə reaksiya verərsən? Necə yəni bunu? O belə deyim, bilirsən də dünyamızı saran atmosfer qatı var. Belə tərkibi fərqli qazlardan ibarətdir. Qalınlığı da neçə min kilometrdir. Hə yaxşı, bəs bizi qalxan kimi nədən qoruyur desən? Məsələn, dünyamıza demək olar hər gün onlarla göy daşı, meteor yaxınlaşır. Atmosfer qatı şəffaf olmağına baxmayaraq elə bil dünyamıza çəkilmiş sədd kimi bu göy daşlarının əksərisinin dünyamıza düşməsinin qabağını alır. Yəni qısaca atmosfer olmasaydı dünyamız deşik-deşik olardı. Ümumiyyətlə həyat deyilən bir şey olmazdı. Bunun ən böyük örnəyi aydır. Həmin o ayın üzündəki ləkələr göy daşlarının, meteorların aya düşməsinin nəticəsidir. Yəni necə bir şeydir? Lord dildə desəm, həmin bu meteor atmosfer qatına girəndə atmosferdəki molekullarla çox sürətli toqquşurlar və oradakı sürtünmə qüvvəsi səbəbi ilə çox böyük istilik yaranır. Bu istiliyə görə də dünyaya çatmadan buxarlaşır, toz parçalarının dönüşüb yox olur. Hətta bəzən gecə vaxtı göy üzündə də görürük. Tək bu da deyil ha. Atmosfer günəşdən gələn zərərli şüaları da dəf eləyir. Əgər dəf eləməsəydi, bu şüalar da bizim sonumuzu gətirəcəkdi. Və ya başqa tərəfdən baxsaq, kosmosdan dünyamız arasındakı temperaturu tənzimləyən də atmosferdir. Əgər olmasa dünyamızda temperatur baxımından kəskin dəyişikliklər görərdik. Həm də yeri gəlmişkən dünyamızda tək atmosfer təbəqəsi qorunmur. Van Allen quşaqları da dünyamıza gələn zərərli işıqlara qarşı elə biləndə bu da qalxan tutub dünyamızı müdafiə edir. Günəşdən, ulduzlardan gələn işıqlar, şüalar başqa planetlərə əməlli ağır təsir elədiyi halda dünyamıza gəlib çatanda o qalxanı yarıb keçə bilmir. Əgər keçsəydi, Hiroşimaya atılan bombadan sonra ortaya çıxan radiasiyadan daha ağır fəsadlarını görəcəkdik. Hələ bunlar bir qırağa. Belə bir şey də var ki, günəşdən dünyamıza həm sürətlə gələn küləklər, həm də radiasiyalar var. Bunları da əngəlləyən həmin bu Van Allen quşaqlarıdır. İndi bütün bu məlumatlardan sonra Qurana baxanda bu məsələnin tək cümlə ilə necə qüsursuz ifadə olunduğunu görürük. Göy üzünü isə qorunmuş bir tavan olaraq yaratdıq. Onlar isə hələ də ayələrindən üz çevirirlər. İndi bir anlıq 1400 il qabaqdır. Yəni keçmişdə yaşadığı xəyal elə. Bax biz bu məlumatları indiki texnologiya ilə kəşf edib dəqiq məlumatlar olduğunu təsdiqləyirik. Son 1-2 əsrdə kəşf olunan texnologiyalarla. Bəs 14 əsr qabaq oturub bir kitabda hardan və nəyə əsasən belə əmin olaraq bu cür məsələlərdən bəhs eləyəsən? Heç bir dənə də mi səhv olmaz yəni? Ümumən bu sistemin özü belə dünyamız, onu qoruyan atmosfer və ya Van Allen quşaqları da birbaşa, ey insanlar, boşu-boşuna yaradılmamısınız. Bir vəzifəniz var. Rəbbinizi tanıyın, yaratdıqlarına baxıb heyran olun. Acizliyinizi görün və bu acizliyinizi, heyranlığınızı səcdə ilə göstərin deyə açıq-aydın deyirlər. Sadəcə ağızları yoxdur. Yəni qısaca Quranı zamanla araşdırdıqca görürsən ki, burada qoyulan ən adi nöqtə belə boşuna deyil. Oxuduqda sanki elə bil aləmlərin Rəbbinin kəlamı olduğunu belə zərrələrimizə kimi hiss eləyir.